Hər vaxtınız xeyir olsun. Hər birinizi kanalımda xoş gördüm. Bu videoda sizlərlə hər birinizin bildiyi reseptlə, amma fərqli bir üsulla peçenyələrin hazırlanmasını paylaşıram. Tavaya 1 stəkan, yəni 250 ml isti su, 100 qram səbəkərə yağı, 1 çay qaşığı şəkər tozu və 1 silmə çay qaşığı duz əlavə edib kərə yağı əriyənə qədər qarışdırıram. Kərə yağı tamamilə ərdikdən sonra isə 1 stəkan, yəni 150 qram unu bir dəfəyə sulu yağın içərisinə əlavə edirəm və dayanmadan qarışdırıram ki, içərisində düyünlər qalmasın. Əslində bu resept hər birinizin bildiyi ekler resepti ilə birə-bir eynidir. Sadəcə bir fərq var. Eklerlər böyük olur və içərisində boşluq olur. Bu cür hazırladıqda isə, yəni peçenya formasında hazırladıqda isə xırda-xırda olduğuna görə peçenyələrin içərisi tamamilə quruyur və çox ləzzətli peçenyelər olur. Unu əlavə etdikdən sonra dayanmadan qarışdıranda özünüz də görəcəksiniz ki, çox gözəl hamar bir xəmir əmələ gəlir. Həmçinin tavanın dibində qazmaq əmələ gəlir. Bu zaman deməli xəmirimiz artıq hazır olur və tavanı ocaqdan götürüb xəmiri başqa bir qabın içərisinə əlavə edib o şəkildə soyutmaq lazımdır. Xəmir soyuduqdan sonra 1 paket vanil və 3 ədəd yumurtanı tək-tək əlavə edib qarışdırıram və yumşaq, yapışqan və dartılan xəmir əmələ gəlir. Hazır olan xəmir gördüyünüz şəkildə olmalıdır. Xəmiri açıq ulduz başlığı yerləşdirdiyim krem torbasının içərisinə yığıram və yağlı kağız sərdiyim soba listinə gördüyünüz şəkildə düzürəm. Peçenyələrin ölçüsünü istəyinizə uyğun daha uzun və ya daha qısa hazırlaya bilərsiniz. Mən bu şəkildə hazırladım. Xəmiri qənadı torbasından kəsmək üçün bıçağı suya batırıram və o şəkildə kəsirəm. Kənarları hamar alınır. Hazırladığım bu xəmirdən 80-85 ədəd peçenya alınır. Xəmirin yarısını iri ulduz başlığı ilə hazırladım. Digər yarısını isə indi videoda göstərəcəyim daha xırda bağlı ulduz başlığı ilə hazırladım. Peçenyeləri əvvəlcədən isidilmiş sobada 130-140 dərəcədə 30-35 dəqiqə üzərləri tamamilə quruyana qədər bişirirəm. Gördüyünüz kimi peçenyeləri artıq sobadan çıxarmışam. Digər listi də bişirib əvvəlki peçenyələrin yanına düzürəm və su buxarında əritdiyim ağ şokoladı peçenyələrin üzərinə gördüyünüz şəkildə əlavə edirəm. Hazırladığım peçenyelər bu şəkildə alındı. Kəsib içərisini də sizlərə göstərmək istəyirəm. Gördüyünüz kimi peçenyenin içərisi tamamilə qurudur. Dadı çox ləzzətlidir, həm də tez bitən bir peçenyedir. Yəni bişdiyi anda sevilən peçenyələrdəndir. Bəyəndinizsə buyurun siz də hazırlayın və videomu daha çox izlənməsi üçün yaxınlarınızla, dostlarınızla paylaşın və kanalıma dəstək olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.